Dünyanın ən asan kumpirini hazırlayacağım. Bunun üçün bizə kartofu suda bişirmək, sosis yox idi, mən kalbasadan istifadə elədim. Yağda qızardıb üzərinə tomat əlavə elədim. Sonra isə pendiri rəndələyib xiyarı, turşu xiyarı, biraz çağı, biraz şüd, qırmızı yaşıl biber, yaşıl qara zeytun, bişmiş kök, turşu məkə, yəni qarğıdalı, yaşıl noxud. Əgər varınızdırsa biraz toyuq filesi. Paytaxt salatı, pazı salatı da əlavə eləmək olar. Sadəcə mən indi evdə nə var ondan hazırladım. Adətən paytaxt salatı da hazırlayıram. Bu səfər hazırlamadım, daha asan da olsun. Kartofları bişirib üzərinə yağ, pendir, duz, istiot, pul biber əlavə edib yaxşıca püre halına gətiririk. Gördüyünüz kimi pendir əriyib, saqqız kimi uzanır. Çox dadlı və ləzzətli görünür. Üzerini düzləşdirdikdən sonra tomatlı kalbasaları əlavə edirəm və hər tərəfə eyni gəlsin deyə yayıram. Onu da qeyd edim ki, bunu tək-tək qablarda da etmək olur. Burada bişmiş kökü, qarğıdalını, yaşıl noxudu, turşu xiyarı, qırmızı biberim və yaşıl biber əlavə etdikdən sonra çağını da. Çağını niyə sona saxlayıram? Çünki çağı, göyərtilər, xiyar pürenin istiliyinə suyunu çox salacaqdır. Turşular da həmçinin. Ona görə onları ən üstə saxladım. Qara yaşıl zeytunları da əlavə etdikdən sonra kökü yenə əlavə edirəm, rəngli görsənsin deyə. Ketçup mayonezi də əlavə etdikdən sonra bir hissəsini acılı sos və turşu acı biber əlavə elədim və gördüyünüz kimi möhtəşəm. Videomu bəyəndinizsə, zəhmət olmasa qeyd edin, rəy yazın və yaxınlarınızla paylaşın. Hələlik!